Noyabr ayında havalar anormal keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bir müddət öncə bizim.media ilə verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyə dək isti olacağı gözlənilir. Təbii ki, payızın ortasında 26 dərəcə anormal sayılır. Çünki belə hava şəraiti insan sağlamlığı üçün təhlükəlidir. Mövzu ilə bağlı bizim.mediaya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov qeyd edib ki, ilin payız-qış mövsümündə havaların isti keçməsi insan orqanizmində bir sıra problemlər yaradır. Bu cür havada dövri yoluxduruculuğa malik olan viruslar sönmür, göbələk xəstəlikləri aktiv qalır. Ağacların vaxtsız çiçəklənməsi nəticəsində tozlanma şəraitində əmələ gələn allergik reaksiyalar sürətlənir və havanın nisbi rütubəti artır. Havanın nisbi rütubətinin artması isə həm ürək-qan damar sistemini, həm də qan təzyiqini gərgin vəziyyətdə saxlayır. Əlavə edək ki, havaların mövsümə uyğun soyumaması virusların yoluxdurucu zəncir dövriyyəsini sönməyə qoymur. Nəticədə virusa təkrar-təkrar yoluxma riski artır.